Mən Dadaşova qız qayıt. Xəzər rayonu Buzonda qəsəbəsində yaşayıram. Mənim evim bir qrup dələduz tərəfindən, evovçular tərəfindən ələ keçirilib. Banka girov qoyaraq, aldadaraq bizi, dedi banka girov qoyuram, aldadıb. Evimizi girov qoymaq adına bugün general haberinizi alıb bizdən sabah evimizi satıblar. İsa Əliyev adlı bir insana, İsa Əliyev bu dəstənin içindədir. İsa Əliyev pul vermişsən, deyir ki pul vermişəm, ev almışım. Sən bu 50 minə, sən 50 mini kimə vermişsən İsa Əliyev? Kimdən almışsan evi İsa Əliyev? Biz səni tanımırıq. Mən şəxsən səni tanımıram, heç birimiz tanımırıq. Sənin 50 min pul verib aldığın bax, xarabalıq bu töküntü. Sən mənim xarabalığımda özünə var dövlət yığırsan, var dövlət toplayırsan İsa Əliyev. Xahiş edirəm bu işdə əlimi götür yenə. Aldadaraq bizi evimizi ələ keçiriblər. 5 ildir mən yollardayım. Qab qaşıq yuram, ev eşik təmizləm, bunu qapısında 5 manat pulum olsun. Yeməyim cəhənnəmə sürünə yaşayaram. Gedim ki gülə ürəklə arxayın sevinə gedirəm şəhərə ki. Bugün gedəcəm prokurorluğa, sabah gidəcəm prezident aparsın. O birisi gün haralı hər yerə oturam. Heç yerdə bizə baxmırlar, heç yerdə bizi qəbul eləmirlər. Hara gedəcək ki? Əlində məhkəmə qərarı var. Qiyabi qətnamə çıxıb, Xəzər rayonu xəbərimiz yox. Qiyabi qətnamə çıxardıblar. Budur da, sənin 50 min verib aldığın, keçəndə qorxuruq başımıza tökülər xarabalıqdır. İsa Əliyev, əlimi qoyur evin üstünə. Sənin neyin yoxdur İsa Əliyev? Xahiş edirəm, əlimi götür bu evdən mənim göz yaşlarım, övladsız canımla. Mənim övladım yoxsa mən çöl atasan. Mənim oğlum, qızım mənim yanına çəksin, mənim heç kimim yoxdur. Sən mənim bədbəxtçiliğimin üstündə, bu xaraba yurdum üstündə özünə var dövlət yığma, sağlığıma qismət. Sənin MTK'ların var, sənin var dövlətin var, araz marketlərin var, sənin villaların var, sənin novostroykaların var İsa Əliyev, sağlığıma qismət. Buradan ne istiyorsan? 50 min sənin için heç nədir. Kimə vermişsən? Get ondan tələb elə 50 mini ver. Deyirlər ki evi alan adam etibarnamə verdiğimiz evi satan adam ölüb, araz ölüb mü, öldürülüb mü, kömək ediblər mi, yalandan gizlediblər mi? Bu bir oyundur. Bu bir qurmadır. Bizim belə şeylərdən başımız çıxmaz, hüquqlarımızı bilmirik. Bizim belə şeylərlə işimiz yoxdur. Bilmirik hardadır nədir. Onun hüquqi varisi var, Allah verdi. Cəfərli var. AP'nin rektorudur. Savadlı adamlardır. Uşaqlara tərbiyə verə Allah verdi. Özünün oğlu dələduzluqla özün asıb. Kömək eləyin bizə. Qurban olum sizə, baş prokurorum. Mənim prezidentim İlham Əliyev, mənim Mehriban xanımım qadın hüquqlarına hörmət eləyənlə hörmət eləyir. Qadınların hörmətində siz qadın kimi mənə də kömək ol Allahım. Mən dəli oluram. Mənim yoldaşım infak xəstəsi olub. Xahiş edirəm bizə kömək olun. Prezidentim İlham Əliyev bizə kömək olun. Mehriban xanım bir qadın kimi, bir ana kimi, evladsız qadın kimi, ana kimi mənə kömək olun. Dilim tutmur Mehriban xanım. Mən bilmirəm nə yeyirəm, nə içirəm, necə nəfəs alıram. Mən bugün prezidentim, sizdən də xahiş edirəm. Mehriban xanımla da, baş prokurorundan da bugünkü gündə bir həftədə icra bizim qapını döyür, icra gəlir, çağırır. Allah ver, İsa Əliyev gedir yumruğunu qoyur ki, mənim evimi icra elə. Mən ipi qoymuşam əlimin altında. İcra mənim qapımı döyən zaman mən özümü asacağım. Çöldə, bayırda it kimi qalmaqdan, evimi qapımdan içəri çıxmaqdansa özümü asıb burada özümü intihar eləməyim daha yaxşıdır. Çöllərdə sülənməkdənsə, it kimi onu bunun qapısında küçələrdə qalmaqdansa. Budur mənim şəraitim. Qurban olum Allahım sənə. Yalvarıram sənə. İsa Əliyev əlimi götür bu işdən. Əlimi qoy vicdanımın üstünə. Ürəyimin üstünə vicdanlı ol ginən. Mənim göz yaşlarımla. Mən övladsız bir qadınım. Mənim ahımdan qutara bilməzsən. Yazığam mən. Əl çək bizdən. Vəkillər satıldı, sürüşdü getdi. Qiyabi qətnamələrlə İsa Əliyev bütün məhkəmələri satın alır. Vəkillərim sürüşür gedir. Axırıncı dəfə özün vəkil kimi təqdim edən Böyükağa Abdullayev bizi həbslərə qədər saldırdı. Dedi, apellyasiya məhkəməsinin qabağına gəlin. Siz öz hayküyünüzü çıxardın, haqqınızı istəyin. Mən Kupçanı 3 günə, 5 günə sizə verəcəm. Bizi oradan həbsə saldılar. Məni də, yoldaşımı da, qaynımı da 10 sutka, 5 sutka, 1 sutka nəzarətdə. Qurban olum sizə, bu qədər haqsızlıqların qarşısını alın. Əgər bizi qəbul eləsəz, mənim xalqım, mənim prezidentim, mənim Mehriban xanımım, mənim baş prokurorum, siz bizi qəbul eləsəz, biləcəksiniz, bu işdə cinayət tərkibi var. İsa Əliyev, sən ev almışsan, sən bilmirsən 50 min hara vermişsən ev almışsan, sən bilmirsən ki aldığın ev nədir, nə deyil.
Sən heç bu qapını tanıyırsan ki, sən gəlib deyirsən ki, mən 50.000 ver, kimə 50.000 vermisən? Sən mənə 1 manat pul verməmsən, buna Allah da şahid, Allahdan qorx İsa Əliyev. Qorx Allahdan, mən xırtdayacam, borcu içindəyəm. Mən borc, xərc eləyib, vəkil tuturam, oraya gedirəm, buraya gedirəm, hamısı sürüşür tərəfə. Hamısını satın alırsan İsa Əliyev. Xahiş edirəm götür əlimi bu işdən. Xahiş edirəm, yalvarıram bir insan kimi. Bir insan kimi bizi başa düşür. Sənin də övladların var. Ehtiyacsız yaşayırlar. İmkanla yaşayırlar. Əl çək bizdən, qoy öləndə də rahat daxmamızda ölək. Nə var burada? Nə görmüsən burada? Nədir mənim yaşayışım, şəraitim ki, sən gəlib buranı zəbt edirsən ki, mən pul vermişəm, ev almışam. Kimə vermişsən o pulu? Get pulu verdiyin adamından istəginən. O özün asıb, ya asılıb, ya oyuna gəlib. Arazın hüququ varisi var. Allah verdi Cəfərova, get pulu ondan istə. Bu şəraitdə mən insan olaraq yaşamıram. Heç bir qadın, heç bir insan belə şəraitə özünü sığışdırmaz. Mən evizi görmürəm. Səhər-səhər altıda durub gedirəm bunun qapısına sil süpürəm. 2 saat, 3 saat, 5 manat olmaz, alıram, qaçıb gedirəm şəhərə. Taksilər, avtobuslar, vəkillər, qayıdır. Sevinə-sevinə gedirəm, ağlaya-ağlaya gəlirəm. Sən İsa Əliyev, sən bizim başımıza oyun getirəndə mən şəhid verirdim, şəhid xalasıyam. Benim başım kaçmaz önünde şehit yasına karışmıştı İsa Əliyev. Sen bir gün oğlumun başını tumarlayıp bağrıma basanda biz şehidin torpağın oğlunu kucağılıyorduk. Biz şehidimizi okşayıp ağlıyorduk. Seni and veririm şehidimizin kabrine. Seni and veririm Allah'ımıza, Allah'ından kork. Bu işten elimi götür yine. Bir ailenin bedbahtçiliğine sebep olma. 50.000 sen için hiç nedir? Bizim için hayattı, yaşayıştı, ömürdü, gündü. Xahiş edirəm. Prokurorundan xahiş edirəm, cinayet terkibli işi nezarete götürün. Xahiş edirəm. Siz de göreceksiniz ki